Azərbaycan repində bəzi adlar var ki, səhnəyə səs-küy ilə yox, sözün ağırlığı ilə daxil olublar. Bu adlardan biri də Ekspertdir. Onun əsl adı Şəhriyar Zahidoğlu Atababayevdir. 30 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olub. Adi bir məktəbli həyatı, adi bir gənclik, amma içində yığılan sözlər fərqli idi. 1996-cı ildə 292 saylı orta məktəbə daxil olur. 2007-ci ildə oranı bitirir. Elə həmin il Qafqaz Universitetinin Türk Dili və Ədəbiyyatı fakültəsinə qəbul olur. Sonradan magistraturanı da bitirir. Bu detallar təsadüfi deyil. Ekspertin repində söz həmişə ön planda olub. 2009-cu il Ekspertin rep yoluna real addım atdığı ildir. O, bu ərəfələrdə A4 ilə tanış olur və onun dəstəyi ilə ilk treki audio format yaranır. O dövrdə sözlər türkçə idi, axtarış var idi, stili formalaşırdı. Naqan, sərt ozan və A4 ilə bir neçə iş birliyi gəlir. 2010-cu ildə hər şey dəyişir. Dispersiya adlı trek yayımlanır. Gələnə bax, dis bizə yox, özünə tax. Dilini belinə bağla, xırdalasın re, saykopat. Tükük dipli dilmə bircə saykopat. İncə dinlədikcə sət yozar, antibiz. Bu, Ekspertin Azərbaycan dilində yazdığı ilk rep olur. Və bu treklə artıq o səhnədə mövqeyini göstərir. Həmin ilin ortalarında bütün işlər maddə 1 The Mixtape albomunda toplanır. Ramirez ilə birgə Yorğun Döyüşçü yazılır. Yorğun döyüşçü nə hayda birləşir buludlar, havayla dənələr yağış. Üzümdə qanımla qarışır, yorğun döyüşçü sonuyla barışır. 2010-cu ilin sonunda isə Synapse Production yaradılır. Deyildim ekspekti, deyildim ekspekti. Dörsün ki ekspekti, yeyindeyim məşrəfli. Yaxşı biz salın veşdəli. 2011-ci il hərbi xidmət, səhnədən uzaq, amma səs kəsilmir. Xidmətdə olduğu müddətdə yazılmış treklər Makaron albomu adı altında satışa çıxarılır. 2012-ci ildə Ekspert geri qayıdır. Ramirez ilə olan duetlərini Sarkoma EP adı altında bir araya gətirir. 2013-cü ildə isə tamam başqa bir mərhələdir. TTM yayımlanır. Ardınca ev şəraitində cəmi 11 manat 50 qəpik büdcə ilə çəkilən Şaman klipi. 24 saat 12.000 baxış və Ekspert üçün yeni bir səhifə. Elə həmin il Gerilla klipi, ilk solo konsert və Akula albomu təqdim olunur. 2014 və 2015-ci illər ard-arda gəlir. Sarışan allar, Bataqlıq donuzu və bir də ikinci solo konsert. Belə irtab edi əmrə rəylər, yerə göy qurşağı əmrə nəylər. Afitab uzaqdı, bulud buz bir də quşların əvəzinə çərpələklər. Dar ağacı verəcək bar, bulud alçaq dağlara qusqar. Göy qübbələrindən sallanın əlləri, Şəhriyar hər gün kəllələr arasın. 2019-cu ildə Ekspert Rüzgar və Paster ilə birlikdə Fenom trekində yer alır. Eyni ildə Synapse Production'dan ayrılır. Türkiyədə Limuzin və Hər şey yaxşılığa doğru treklərə yayımlanır. 2020-2021-ci illərdə Ekspert yeni bir mərhələyə keçir. 101 Munave labelına daxil olur və bir müddət karyerasını XX Expert adı altında davam etdirir. Bu dövr onun üçün həm sınaq, həm də yenilənmə mərhələsi olur. Bu dövrdə Fuck Frames, Heaven, Rolex, Papa, Limuzin kimi treklər ərsəyə gətirilir. Bir müddət sonra yenidən arxa plana çəkilir. 2025-ci ilin dekabrında Ekspert qısa bir teaser video paylaşır və açıq şəkildə bildirir. 2026-cı ildə yeni albom gəlir. Açıqlamaya görə albomun fikir və məzmunu Ekspertin özünə məxsusdur. Musiqi və səs prodüseri isə Cry Heaven'dir. Vizual tərəf peşəkar bir komanda tərəfindən hazırlanır. Albomun treklərinin 2026-cı ildən etibarən rəsmi YouTube kanallarında mərhələli şəkildə yayımlanacağı qeyd olunur. Bu dəfə geri dönüş tələskən deyil. Bu dəfə geri dönüş düşünülüb və Ekspert yenə sözlə gəlir.